Salam değerli izleyicilerimiz. Bugün sizinle magistraturada imtahanında İngiliz dili fənni üzrə yüksək bal toplamağın sirləri barəsində danışacağıq. Bizim ideal səfərimizin və ideal layihəmizin qonağı, ilk qonağı, onu da qeyd edeyim, Aytən müəllimədir. Aytən müəllim, ideala xoş gəlmisiniz. Xoş gördük müəllim. Necəsiz? Şükür, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq, sizə gördük, yaxşı oldu. Birazdan tələbələrimiz də sizdən alacağınız cavablar nəticəsində daha da yaxşı olacaqlar deyə düşünürük. İnşallah yaxşı öz tövsiyələrimizi verməyə çalışacağıq. İnşallah da ondan yaxşı nəticələr özlərinə götürüb əldə edərlər. Bəli, biz sırf olaraq indi hal-hazırdakı vəziyyətdə ikinci tur haqqında danışmağa başlayaq. Yəni bu qısa müddət qalıb. Yəni bu 2 ay yarım təqribən 3 ay müddətinə hazırlıq prosedur oldu. Yəni tələbələrə kifayət edərmi bu prosedur, bu hazırlıq müddəti? Belə deyim də, təbii ki biz sentyabrdan başlayırıq, hardasa bir 6 ay yaxın bir müddətdə hazırlaşırıq. O müddət onlar üçün daha effektiv, daha uzun proses olduğu üçün biraz zəif tələbələr, götürümü biraz aşağı olan tələbələr üçün daha yaxşıdır. Amma bu 2-3 ayda heç də az bir müddət deyil. 2-3 ay müddətində bizim elə olub ki, yanvardan, dekabrdan sürət qruplarımızda bilirsiniz ki, olub ki, biz orada yaxşı nəticələr əldə etmişik. Ona görə bu ikinci turda kifayət qədər yüksək bal yığan tələbələr də olub, əvvəlki nəticələrində görmüşük. İkinci turun sadəcə bir üstünlüyü ondadır ki, ilk turda zəif olan tələbələr, öz zəifliyini anlayan tələbələr artıq ikinci tura daha necə deyərlər, möhkəm hazırlaşmağa başlayırlar, daha ciddi hazırlaşmağa başlayırlar, müəllimlərin dediklərini vaxtında yerinə yetirirlər. Ona görə də kifayət qədər yüksək bal toplaya bilərlər. Yəni mən tələbələr görmüşəm, sözünüzü kəsdim. Mən tələbələr görmüşəm ki, məsələn ilk turla birinci tur arasında kifayət qədər 15-20 bal belə artırıblar. Yəni təbii ki, bu hər şey çalışmaqdan gedir. Müəllimləriniz dediklərini eləyəndən sonra yüksək nəticə qaçınılmazdır. Bəli, belə deyim də, bir növ birinci tur imtahanı tələbələr üçün xüsusi bir təcrübə oldu deyərdik. Təbii ki, təbii ki. O təcrübədən sonra artıq ikinci tura daha rahat hazırlaşırlar. Yəni belə deyim də, müəllimlər zaten bu imtahanlarda da olublar. Yəni neçə illərdir hazırlayırlar. Yəni Aytən müəllim olsun və digər müəllimlər olsun. Yəni neçə illərdir hazırlayırlar və kifayət qədər yəni bu sahədə təcrübəlidirlər. Tələbələr üçün isə təcrübə bu baxımdan, bu imtahan baxımından, magistratur imtahanı baxımından yoxdur deyə, yəni onlar üçün birinci turu çox ciddi almırlar sanki. Yəni müəllimlər deyirlər ki, bu düşəcək, tələbə inanmır ona və digər məsələlər, amma birinci tur imtahanı girəndən sonra və görürlər müəllimlərin dediyi birə-bir eynisi düşür imtahanda, o zaman artıq ikinci turda o məsuliyyəti dərk edirlər və daha sistemli yanaşırlar. Yəni bu baxımdan düşünürəm ki, siz dediyiniz kimi, yəni yüksək bal, yəni 10 bal, 15 bal, hətta bəziləri var ki, ümumiyyətlə ciddi almır fənni, amma ikinci turda hazırlaşır, kifayət qədər yüksək nəticə göstərir. Təbii ki, esse imtahanı daxildir. Esse imtahanı demişkən, esse barəsində nə demək istəyirsiniz? Tələbələrə nə tövsiyə edirsiniz? Nə uzunluğunda yazsınlar, ümumiyyətlə yazmağa necə başlasınlar, nə etsinlər, bunun üçün nələr lazımdır onlara? Bilirsiniz ki, esse hal-hazırda həm könüllü, həm məcburi kimi bir şey olub. Nə mənada? Əgər Azərbaycan sektorunda oxumaq istəyirsinizsə, esse sizin üçün hal-hazırda ayrılan yarım saatda sizin toplayacağınız bal limiti könüllüdür. Yəni sizə bir məcburiyyət yoxdur ki, orada minimum nə qədərsə toplamalısınız. Amma bunu yenə deyirəm, Azərbaycan sektorunda oxumaq istəyirsinizsə. Yox, əgər siz ingilis sektorunda oxumaq istəyirsinizsə, minimum inşada qalıb, yəni esse hissəsində qalıb, o yarım saat ərzində inşanı yazıb və minimum 2 bal almanız lazımdır. Yəni bu artıq şərtdir. Bu ingilis sektorunda oxumaq istəyən tələbələr üçün keçərlidir. A sektora aid deyil. İngilis dilində esse bizə tam 5 bal verir, yəni 5 balımızı biz oradan alırıq. Əlavə yarım saat verir və bu yarım saat ərzində biz başqa heç bir şey edə bilmərik. Kitabçanı açıb digər suallara, nəinki ingilis dili, məntiqi heç bir suala baxa bilmərik. O yarım saat ərzində sadəcə inşa məşğul olmaq lazımdır. İnşa bal limiti də müxtəlif əslində onun bölünmə hissələri var. Sizə bal hardan necə gəlir. Amma ümumi şəkildə desəm, sizə B1, B1 plus şəklində, yəni pre-intermediate, intermediate level'lar arasında olan bir hissədir. Lower də desəm 4-cü level'a qədər olan hissədir hardasa ingilis dilində. Və 150-200 söz ehtiyatında yazmanız lazımdır. Biraz nisbətən primitiv cümlələr deyil, akademik cümlələrə yaxın cümlələr qurmanız lazımdır. Bizim YouTube kanalımızda kifayət qədər bununla videolar var ki, paylaşmışıq. Necə yığmaq lazımdır, hansı formada o balları, hardan necə toplamaq lazımdır. Eyni zamanda canlı yayımlar açırıq. O canlı yayımlarda da nümunələr çəkmişik, göstərmişik ki, yəni tələbələr üçün daha rahat olsun. Dərslərdə də eyni zamanda esseyin düzgün yazılış formaları, yazan zaman nələrə diqqət etmək lazımdır. Orada hansı xüsusi sözlər var ki, o sözlərdən istifadə eləsəniz, esse balınız kifayət qədər yüksək olar və sizə bal vermə eşikləri belə deyək, daha yaxşı olar. Bəli, hansı ki açar sözlər var, bəli, hansı ki sözlər. bəli, xüsusi sözlər var ki, o artıq səviyyənin sözləri kimi qəbul olunub. Dövlət İmtahan Mərkəzinin də
belə deyim, söz bazasında daxildir həmin sözlər. Yəni onlardan istifadə etsəz, təbii ki, balınızın daha yüksək olma ehtimalı böyükdür. Yəni Aytən müəllim qeyd elədiyi kimi. Yəni təkcə ingilis dili bu gündən yekunlaşmır. Mütəmadi olaraq yenə də ingilis dili barəsində yayımlarımız olacaq, videolarımız olacaq. Eyni zamanda digər fənlərdə də yaxın günlərdə, növbəti günlərdə belə deyək, məntiqdir, informatikada bu şəkildə müəllimlərlə müzakirələrimiz olacaq. Bu barədə danışacağıq. Bir də təkcə SC-lə yekunlaşmır da ingilis dili belə deyək və orada qrammatik suallar da var, müəyyən qədər var, amma tələbələr orada nə etsinlər, necə eləsinlər. Yəni qrammatikanı öyrənməsək olmur. Öyrənməyə o qədər böyük zaman. Və əvvəlkilərdə bilirdiniz ki, hal-hazırdakı dövrdən fərqli olaraq əvvəl qrammatik suallar daha çox düşürdü. Amma indi gəldikcə qrammatik sualların sayı getdikcə azalıb. Amma bu o demək deyil ki, qrammatikanı aradan çıxartmaq, gözdən çıxartmaq lazımdır. Xeyr. Çünki biz bundan əvvəl essedən danışdıq. Essedə də, yəni inşa yazma hissəsində də düzgün, yəni sizin keçdiyiniz və yaxud mənim saydığım levellarla qrammatika yazmaq lazımdır. Adi bildiyimiz belə qrammatikalar levelında deyil yəni. Onun üçün də təbii ki də siz magistr artıq tələbəsi olmaq istəyirsinizsə, magistra uyğun qrammatik quruluş yazmanız lazımdır. Bunun üçün də normal qrammatikanı bilməsəniz, bu sizin üçün çətin ola biləcək bir şeydir. 5 dənə sual, bizim qapalı suallarımız həm qrammatika, həm dil bilikləri gedirlər olar. Həm qrammatika, həm söz ehtiyatına ayrılır və bir neçə ildə artıq o 5 sualdan 3-4 sualı qrammatikaya aiddir. Məsəl üçün, son imtahanda düşən suallar içərisində elə bir suallar var idi ki, həm qrammatika idi, həm söz ehtiyatı idi. Məsələn, ilk turda iştirak edən tələbələr bilərlər, Luq birləşmələri var idi. Həm söz ehtiyatını əhatə edir, həm qammatikanı söz önünə əhatə edir. Yəni, bəzən siz qrammatikaları öyrənəndə elə qrammatikalar var ki, oradan söz ehtiyatınızı da artırmış olursunuz istər-istəməz. Yəni, bu bizim 5 balımızdır. Qrammatikanı öyrənməmək deyə bir lüksümüz yoxdur. Bizim 5 balımız dinləmələndir, 5 balımız mətin olan hissələrdir. Sadəcə mətin 2 dənə olduğu üçün 10 bal hesablanır. 5 balımız inşadır, 5 bal da qrammatikadır. Yəni, hər biri 5 bal verildiyi üçün, necə ki biz listening üçün çalışırıq ki, o 5 bal alaq, eyni zamanda qrammatika sistemində 5 bal alaq. Amma sizə deyim ki, müəllim, yəni bəzən tələbələr deyir ki, o dinləmə mətni işləyim, o dinləmə mətni işləyim, o balım artsın. Amma imtahan vaxtı gəlirlər, o 5 dənə qrammatik sualdan yapışırlar ki, bizə bu qrammatik sualların heç olsa 5 dənəsi düzgün çıxar. Mən bilirəm ki, limiti keçmişəm də, yəni sonra rahat-rahat digər testlərə baxaram. Yəni, o 5 bal qrammatika onlar üçün həqiqətən də böyük, yaxşı bir şeydir. Mən dəstəkləyirəm sizi. Hətta onu deyim sizə ki, qrammatika mən bir tələbə olsaydım, qrammatikanı belə deyim də, əvvəl 20 dənə düşürdü, 25 dənə qrammatik sual düşürdü, indi sual sayı 5-ə indirilir deyə qrammatikanın kənara atdım. Yəni, bu düzgün bir şey deyil. Niyə görə? Ən azından qrammatika net və konkret olaraq bilirsiniz ki, bu qaydanı bilirsinizsə, tətbiq edirsiniz və cavablarınız hazırdır. Essedə sizin bilmədiyiniz söz bazasıdır, fərqli söz bazasıdır. Düzdür, söz bazası ingilis dilinin önəmlidir, bu barədə danışacağıq. Amma belə deyim də, tərcüməni bilməsəz demək olar ki, esseni yazmaqda çətinlik çəkirsiniz və yaxud da ki, dinləmə mətnində probleminiz olur. Ümumi olaraq dinləmə mətni üçün yəqin ki, söz bazası məsələsi var. Təbii ki, söz bazası, amma yəni söz bazası təbii ki, lazımdır. Əvvəlki illərlə müqayisədə gəldikcə söz bazasına çox yer verilir, getdikcə də artır. Nə qədər söz bilsəniz, bir o qədər təbii ki, sizin üçün daha yaxşıdır. Amma bizim testləri, ən azından bizim dərsdə olan metodlarımızla belə deyim, testləri işləyən bir tələbələr, yəni sözləri bilmədən də, indi azdan çoxdan tələbələrimiz yəni izləyirlər, görürlər. Sözləri bilmədən də, hər hansı bir qaydanı bilmədən də elə onlara metodlar öyrədilir ki, o metodları tam belə qavrasalar, başa düşsələr, yəni kifayət qədər də yaxşı yazarlar. Heç söz ehtiyatının belə dərinliyinə belə düşmədən ki, biz o söz ehtiyatında onlara verdik. Yəni imtahana yerli yersiz sözlər deyil də, bunlara lazım olacaq, bu tələbələrə lazım olacaq sözlər nədirsə də o söz ehtiyatını veririk. Sadəcə sizdən istədiyimiz odur ki, biz deyilənlərə əməl edəsiniz. Yəni deyilənlərə əməl edib də yaxşı nəticə göstərməyən tələbə anlayışı yoxdur, sıfırdır. Yəni siz bizim dediklərimizi elədinizsə, bu hansı fən olur, hansı hissə, part olur olsun, heç bir fərqi yoxdur. Dediklərimizi eləyin və yüksək nəticə göstərin. Bizim kifayət qədər 90, 95, yəni 93, yəni kurs birinciləri tələbələrimiz var. Yəni biz onlara fərqli bir şey ya da başqalarına fərqli bir şey keçmirik ki, hamısı eyni şey keçirik. Sadəcə olaraq kim dediyimizi yerinə yetirir, məsəl üçün Rauf var idi, səfərimizdə Yusufov Rauf, 95 bal yığan tələbə. O ingilis də məsəl üçün onlayn tələbə idi, mənim tələbəm idi və onlayn tələbə idi. Bəzən deyilir, onlayn tələbəylə yəni oxuya bilməliyik, çətin olar və s. Xeyr, yəni onlayn olaraq mən heç ondan birbaşa canlı formada onlayn deyildi, video formatdaydı və eyni zamanda Zoom dərslərində idi. Yəni sadəcə o tələbə dediklərimizin hamısını yerinə yetirib, necə ki əyani tələbələr qarşımızda yerinə yetirirsə, o da o şəkildə yerinə yetirmişdi və kifayət qədər də balını toplamışdı yəni. Yəni onun heç bir, necə deyərlər, məhdudiyyət yoxdur belə, məhdudiyyəti bəli yoxdur. Görə ki, tələbələr bəzən mənəvi sual verirlər və tələbələrlə ünsiyyətdə oluram, qruplarda danışıram və yaxud da ki, hər hansı bir belə deyim də,
seminarlarımız olan zaman, tələbələrlə danışan zaman, universitetlərdə olsun, hər hansı bir təşkilatlarda olsunmu, seminarlar keçirən zaman və tələbələrlə bu barədə danışanda tələbələrin də verdiyi suallar, yəni magistrla bağlı soruşduqları suallar olur ki, hansı ki onlayn tədrislə əyani tədrisin fərqi varmı? Fərqi nədir? Fərqi tələbə əgər məsuliyyətlisə, onlayn nəticələr, mən özüm də belə deyim də illər öncə video dərslərlə hazırlaşmışam magistraturaya, yəni tanıyanlar bilir və tələbələrə hər dəfəsində danışanda onlayn dərs barəsində məlumat almaq istəyəndə nəsə olanda bunu özümü nümunə kimi çəkirəm ki, yəni bu şəkildə hazırlaşıb nəticə göstərmişəm, ödənişsizdə də təhsil almışam və digər tələbələr də bunu bacarar, yəni istəyən tələbə, məsuliyyətlə yanaşan tələbə sözsüz bunu bacarar. Necə ki, Aytən mənim nümunə çəkdiyi bir tələbə, o birini hələ ki nümunə çəkdi, belə deyək. Yəni onlarla yüzlərlə bu şəkildə tələbələrimiz var. Ölkədə ilk onlayn formatı, yəni biz gətirmişdik, magistratura sahəsində deyək ki, yəni biz hazırlaşmışıq 2016-cı ildən bəri bu işlə demək olar ki, məşğuluq. Eyni zamanda pandemiya dönəmi oldu. Pandemiya dönəmində hamı onlayn formatda dərs keçir, universitetlərə daxil, bizə daxil. Onda gələk deyilənlərə əsasən onlayn hazırlaşmaq olmursa, həmin dönəm hamı kəsilərdi. Onlayn hazırlaşmaq olmur. Halbuki yəni ən yüksək nəticə yığan dönəmlərdən də biri də həmin dönəm idi. Bəli, yəni tələbələr nəticə göstərdi. Yəni mümkünsüz bir şey deyil, sadəcə olaraq daha məsuliyyətlə yanaşmanız lazımdır ki, onlaynda. Çünki əyində ən azından gələndə üzbəüz olanda müəllim nəsə belə deyim, danlayır sizi hamının içərisində. Utandığınızdan müəyyən şey eləyirsiniz, amma onlaynda bunu eləyəndə belə, yəni fərdi şəkildə olmuş olur deyə, yəni ən azından kənardakilərdən utanmış olmursunuz deyə, o baxımdan daha az məsuliyyətlə yanaşmış olursunuz. Təbii ki, məsuliyyətlə yanaşan tələbələrimiz var və onlar da əyanilərdən geri qalmır, kifayət qədər yüksək nəticələr göstərir. Üstəlik üstünlüklər də var onlayn dərslərin ki, yolda vaxt itirməməyə, indi bilirsiniz ki, yol tıxacları problemi dəhşət çoxdur. Yolda zaman itirməməkdir, yorğunçuluq olmamasıdır. Evdə rahat şəkildə oturursunuz, dərslərinizi qoşulursunuz. Onlayn dərslərimizə qoşulanlar təkcə evdə yox, işləyənlər də var. Nə qədər ki, iş zamanı boş vasilələr olur, onlayn dərslərə qoşulur. Yəni çoxdur, yəni bu mövzu genişdir. Yəni növbəti yayımlarımızda bu barədə danışarıq. Bəli, məsələn, işləyən tələbələr üçün axşam qrupları da var, hibrid qruplar da var. Hibrid qruplar da var, həm əyani, həm onlayn. Həftədə bir dəfə əyani formada bir fən üzrə dərsə gəlirlər, digər günlərdə video dərslərlə belə deyim də o dərsləri, yəni yolda vaxt itirmədən daha mükəmməl səviyyədə orada kifayət qədər yüksək nəticələr yığa bilərsiniz. Digər suallarımızdan biri tələbələr belə deyim, ideal səhifəsində yazanlar içərisində bəzi sualları bura qeyd eləmişəm. Söz bazası barəsində danışdıq, ümumi olaraq müəyyən qədər söz ehtiyatı olmalıdır və bunu artırmalıdırlar tələbələr təbii ki, nəticə göstərmək üçün. Və qəbul suallarında necə ki, listening var, orada esse var, belə deyək də, və onun qrammatik suallarla yanaşı mətn sualları da var orada. Yəni tələbələrin belə deyim də təkcə mətndə elə tələbə var ki, yəni söz bazası yaxşıdır, qrammatikanı öyrənə bilmir, yəni çaşqınlıq yaranır, yadda saxlaya bilmir. Yəni ən azından rahat yazacağı sual tipləri deyə bir anlayış məsələsi. Və bu qrammatikaya da aiddir, dinləməyə də aiddir, mətnə də aiddir. Hər ümumiyyətlə çətin deyə bir şey yoxdur ki, məsələn, ingilis dili çətindir, məntiq çətin olacaq deyə bir şey yoxdur. Hər fənnin içində çətində, ortada, asanda suallar var. Hər bölmələrin içərisində də var. Məsələn, mətnlərdə də elə suallar var ki, məsələn, mən həmişə tələbəyə deyirəm ki, birinci o sualları həll edin. İstər-istəməz də imtahan stresidir, həyəcanlıdır. Adam bir böyük mətn görəndə biraz qorxuya, biraz vahiməyə düşə bilər. Amma hər dəfə deyirəm ki, nə qədər mətn böyük olsa bir o qədər daha rahatdır, nəinki balaca mətnlər. Elə suallar var ki, birinci onları həll eləmək lazımdır. Məsələn, söz ehtiyatı olan suallardır, true false-larda olan suallardır. Bunlar sizə daha rahat gələ biləcək, daha ən azından bir mətndə 2 dənə, 3 dənə düzünüzün olduğunu göstərəcək suallardır. Amma açıq suallar üçün bunu birinci demirəm. Həmişə deyirəm ki, 2 dənə açıq sualınız var, mətnlərin 5-ci sualları. Onları ən axıra saxlayın. Çünki açıq suallar elə suallardır ki, orada bir dənəsini artıq və əksik götürsəniz, getdi o sualınız. Ona görə onlara ekstra diqqətlə baxmaq lazımdır. Yaxşı-yaxşı mətni biraz analiz etmək lazımdır. Amma mətnləri tam başdan oxumağımı deyim, ya oxuyum, tərcümə edeyim hər şeyi, sonra suallara baxım. Heç vaxt onu tələbələrə məsələn mən məsləhət görmürəm. Əgər bizim qədər yaxşı, yəni müəllimlər qədər yaxşı bilirsinizsə, təbii ki, oxuyun. Düzgün tərcümə edəcəksinizsə, orada yazılan kimi tərcümə edirsə, oxuyun, o suallara cavab verin, onu da ötün keçin. Yəni bu asan bir şeydir. Amma yox, sizin ingilis dili bazanız o qədər güclü deyilsə, heç vaxt demişəm, yuxarıdan aşağı gəlmək lazım deyil. Həmişə suallardan gedib tapmaq lazımdır. Bəzən bütün mətnə heç ehtiyac da olmur. Mətndə ya birinci abzas, ya axırıncı abzası yazılır, heç orta abzas hissələri bizə lazım da deyil. Yəni sırf sualları mətndə tapsanız daha yaxşı, rahat cavablar əldə edə bilərsiniz. Bəli, bir də ümumi olaraq ingilis dili fənninə nə qədər vaxt ayırsalar yaxşıdır? Əvvəlki dönəmlər olsaydı daha biraz az vaxt deyərdim, amma indiki dönəm üçün dinləmə bilirik, hardasa bir 10 dəqiqəmizi dinləmə aparır. Yəni bizdən bir ixtiyar bir şəkildə maksimum 10 dəqiqəmizi gedər. 2 dəqiqə fasilələrlə, 2 dəqiqə dinləmələrlə. Bir 10 dəqiqəmiz ona getsə, geri qalan suallar üçün deyim, yəni 2 mətn və 5 sual üçün hardasa bir yarım saat bizə bəs eləyər. Yəni dinləmə xaric,
Maks yarım saat bizə bəsdir. Yəni dinləmə xaric edirəm. Ümumi ingilisinə belə 40 dəqiqə bizə lazımdır. Çünki ondan aşağı da demək olmaz. Mətnlər kifayət qədər üzərində işlənməli mətnlərdir. Əvvəlki mətnlərdən fərqli olaraq mətn illər boyu var. Amma əvvəlkilərdən fərqli olaraq əvvəl görürdük, bir də yazırdıq. İndi sizi daha çox düşünmənizi istəyir. O cümləni orada verir, amma siz özünüzdən əmin ola bilmirsiniz ki, bu cümlə bu mənaya gəlir, yoxsa yox. Biraz da belə beynimizi işlətməyimizi istəyir. Ona görə o düşünmə proseslərini və s. qataraq harasa yarım saat 40 dəqiqə ümumi mətn üçün yaxşıdır. Bir növ desək, məntiqi elə bir ki, ingiliscə tətbiq edirlər. Bəli, tamamilə doğrudur. Tamamilə istifadə olunur. Və bu təbii ki, hər kəsə aid deyil ki, hamı bir mənalı olaraq 40 dəqiqə vaxt ayırsın. Yox, siz təbii ki, 15 dəqiqədə yekunlaşdıra bilirsinizsə, o başqa. O çox çətin bir prosesdir. Yəni 15 dəqiqə deyərəm, bu dəqiqə məsələn tələbələr hamısı başlayacaqlar ki, 15 dəqiqə dedi, mən 15 dəqiqə çatdıracağam. O bəli, çox çətin bir prosesdir. Bəzən tələbə gəlir ki, mən 10 dəqiqəyə yazdım, oturur axırda hamısını atır 10 dəqiqə, gözünə nə xoş dəydi seçir. Mən müəllim olaraq baxsam, onu 10 dəqiqəyə, yəni atmağı keçdirir, yəni elə bilmərəm. Bəlkə də mətndən asılıdır, sualdan asılıdır. Necə 10 dəqiqə atırlar, tuturlar, onu bilmirəm yəni. O da, yəni təbii ki, bilən tələbə tutaq ki də, dəfələrlə bazası olan tələbə, ayısı hazırlaşmış tələbə, təbii ki, o suallarla işləyən tələbələr ehtiyac yoxdur. Təbii ki, 20 dəqiqəyə, 15 dəqiqə yekunlaşdırsa başqa, amma orta səviyyəli tələbələr üçün yarım saat 40 dəqiqə vaxt ayırmanız məsləhət görülür və kodlaşdırmağa da təbii ki... Mütləq. Həmişə mən imtahana demişəm ki, sizin yarım saatınızı yoxmuş kimi düşünün. Yəni 3 saatınız var, essay hissəsini qoyuram kənara. Elə bilin ki, yarım saatınız yoxdur, sizin 2 saat yarımınız var. Yəni yarım saatı rahat kodlaşdırmaya bilin ki, sonra panika içində bəzən tələbə gəlir, kitabçıda yoxlayırıq, baxırıq ki, hamısı nə bilim 90 minut keçiblər, amma gəlir cavab kodlaşdırmasında kodlaşdırmanı sürüşdürüb. Adamın mənim ürəyim ağrıyır, müəllimlərin ürəyi ağrıyır, qaldı ki, yəni tələbələrin. Mütləq kodlaşdırmaya yaxşı ciddi fokuslamaq lazımdır. Bəli, bir də tələbələr imtahana gedəndə həyəcanlanma məsələsidir. Həyəcanın Aytən müəllim bayaq qeyd etdiyi kimi, bildiyiniz bir şeylərdən başlasanız, imtahanda həyəcan məsələsiniz daha özgüvən yaranacaq sizdə və imtahan həyəcanınız daha nisbətən azalmış olacaq. Və özünüz heç vaxt da özünüzü qorxutmayın. Yəni çatdıra biləcəyiniz qədər çatdıracaqsınız. Vaxtı bölmək üçün sınav imtahanlarında maksimum iştirak edin. Müəllimlərin dedikləri, dərsdə dedikləri, əlavə olaraq yayımlar zamanı sizlərə bildirdikləri nüanslara diqqət edin. Xüsusi olaraq yenə də imtahan həyəcanı, imtahanın vaxtının bölünməsi, stresin bölünməsi barədə yayımlarımızda olacaq. Aytən müəllimdə və digər müəllimlər də həmçinin dəvət olunacaq, barədə danışılacaq sizlərlə. Ondan əlavə bu il bildiyiniz kimi speaking salınması, bu il yox, daha doğrusu növbəti ilə saxladılar bu məsələnin proseduru. Bəli. Əslində bu mövzu bu ilin mövzusu deyil. Yəni inşa yazılmamışdan, writing hissəsi olmamışdan əvvəl speaking mövzusu birinci salına biləcək mövzuydu. Sonradan writing, yəni essay olan hissə gəlməli idi. Amma müəyyən bir yəqin ki, hansı bir səbəblərdən bunların arasında yer dəyişimi oldu. Birinci writing essay salındı və 2-3 ildə artıq salınır. Növbəti illərdə onsuz əvvələn də deyilmişdi ki, speaking mövzusu gələcək, yəni bu olacaq imtahanda. Hər il üçün getdikcə daha da aktuallaşan bir səbəblərdəndir. Gözlənilir ki, bəli, gələcək ildə artıq getdikcə bunun olma ehtimalı çoxalıb. Yəqin ki, bunun üçün müəyyən bir texniki tərtibat, hər bir şey hazırdır. Növbəti illərdə, yəni qarşımızdakı ildə də böyük bir ehtimalla speakingin olacağı gözlənilir. Yəni gözlənilən bir prosedurda, neçə ildir bu prosedur üzərində iş gedir. Sistemli qurulublar, yəni doktoranturada da artıq salınır, neçə ildir yəni speaking belə deyim, əlavə olunub. Artıq magistrada gətirmək istəyirlər o sistemi. Bunun üzərində iş gedir. Sadəcə doktorantura tələbə sayı azdır deyə qurğu ilə təmin edə bilirlər, amma magistraturada 20 mindən yuxarı belə deyim, tələbə iştirak edir. Bu kifayət qədər yüksək olub. Bu biraz çətin məsələdir, amma yəni növbətilərdə yəqin ki, texniki baxımdan da təmin olunan təminat yaxşılaşacaq və salınacaq. Bu ümumi olaraq mən düşüncəmdə bu belə deyim, ingilis dilinin bu səviyyəyə çatdırılması. Əvvəllər tələbələr deyərdim ki, siz nə düşünürsünüz bu barədə? Əvvəllər tələbələr sırf qrammatika üzərində öyrənirdilər, imtahan verirlər, imtahandan sonra istifadə eləmədilər demək olar ki, ingilis dilini. Bəli, əslində bu pis bir şey deyil. Bu səviyyədə olması yaxşı bir şeydir. Çünki magistr adını almaq istəyən bir tələbə üçün, yəni bakalavrdan fərqli olaraq, istər-istəməz abituriyent hazırlığından fərqli olaraq biraz daha yüksək səviyyədə olması lazımdır. Yəni bakalavr dövründə 4 il müddətində ən azından biraz məşğul olması lazımdır. Və abituriyent vaxtı hazırlaşırsınızsa, siz onun üzərinə qatmanız lazımdır. Və bu getdikcə bunu artıq dili öyrənmək prosesinə çevrilir. Bəlkə sizin üçün də çətin ola bilər, amma vaxtı gələndə, gələcəkdə, iş qəbullarında və s. həqiqətən də çox şükür eləyəcəksiniz ki, yaxşı ki o dövrdə oxumuşam. Hər zaman tələbələrə deyirəm, bax burada öyrəndiyiniz qrammatikaları bir də ömrünüzün, həyatının hər hansı bir hissəsində
Bu şəkildə öyrənməyəcəksiniz. Həm abituriyent, həm magistr hazırlığında bundan istifadə edin. Çünki siz danışıq dərslərinə qoşulsanız belə, hər bir şeyə qoşulsanız belə, bu dərəcədə qrammatikalar və s. keçilmir. Bu dərəcədə hər şey dərinliyindən keçilmir. Bu sizin üçün bir növ son şans kimidir öyrənmək üçün. Bu da yaxşı bir şeydir. Yəni bir dil öyrənirsiniz. Hardan baxsanız bu imtahanın sizə artıları var, plusları var. Nəinki mənfi olan hissələri. Bir dil öyrənmiş olursunuz və bazanıza bir dil yüklənmiş olursunuz. Hansı ki, beynəlxalq əsas öndə gedən dillərdən də, yəni biridir, aparıcı dildir. İndi əvvəllər iş qəbullarında məsələn rus dili daha çox tələb olunursa, indi hər yerdə ingilis dili istəyirlər. Yəni ingilis dilin varsa artıq ön plandasan. Məsələn, yay boyu ərzində hal-hazırda danışıq dərsləri bilirsinizdə növbəti aydan etibarən mayda başlayacaq. Yəni magistr imtahanı bitən kimi başlayacaq o da. Yeni qruplara qeydiyyat verərək başlayacaq. Və mən məsəl üçün orada tələbələrdə görürəm. İş ehtiyacı baxımından gəlib məsələn işə qəbul olmaq üçün ingilis dili lazımdır. Gəlirlər 3-4 ay ki, biraz bazamız yüksəldək ki, heç olmasa işimiz olsun, nəsə bir şey əldə edək. Və yaxud iş artımı üçün də ola bilər. Hər hansı bir daha yüksək yerə gəlmək üçün, xaricə getmək üçün. Yəni bu dərəcə lazımı bizə olan bir dildir. Xüsusilə. Bəli. Yəni hər bir halda belə deyim də, əvvəlki illərə baxanda daha faydalıdır sizə magistrda hazırlaşırsınız, ingilis dili öyrənirsiniz. Xarici dil ümumiyyətlə tək ingilis dili deməyək, tutaq ki, rus dili olsun, alman olsun, fransız olsun, digər dillər o qədər istifadə olunmur, amma ümumi olaraq dil biliyi baxımından əvvəllər sırf olaraq öyrənirsiniz, əzbərləyirsiniz, imtahanda istifadə edirsiniz, ondan sonra demək olar ki, həyatınızda tətbiq eləmirsiniz. Əksər tələbələr, yəni şəxslər belə deyək, həyatda tətbiq eləmir. Amma indi istifadə etdiyiniz, öyrəndiyiniz şeyləri ümumi həyatda tətbiq edəcəyiniz bir şeylərdir. Ümumi olaraq danışıq tipli öyrənirsiniz, yavaş-yavaş ayet səviyyəsinə keçirirlər. Bir neçə nüans var. Bütün metod şeyləri var, hamısı hissələri. Yəni lazım olan listening, reading, writing, speaking. Onun alt bölmələri də onsuz da. Hamısında biz artıq keçir. Bir speaking qalıb, o da gələn bizim ailəmizə qoşulur. Bəli. Və bir neçə il sonra böyük ihtimal ki, IELTS imtahanı verənlər bu magistrın ingilis dilindən azad olacaqlar kimi məsələlər var. Təsdiqlənmiş bir şeylər deyil də müzakirəyə gedib bu barədə indi gələcəkdə 3-4 ilə 5 ilə yəni bu proseduru hiss-hissə görəcəyik. Məsələn, buradan bizi izləyən 3-cü kurs tələbələri üçün deyə bilərəm. Növbəti speaking danışığımız üçün deyirəm. Speaking deyən növbəti ilə sağlama ehtimalı artıq 90% üzərində ehtimalda olduğu üçün yay boyu onların ingilislə məşğul olmalarını məsləhət görürəm. Çünki siz gələcəksiniz, yəni biz sentyabrda hazırlaşdıracaq və s. görəcəyik, amma tələbələrin alt nömrələri olanda onlar üçün hazırlıq prosesi daha rahat olur. Çünki sentyabrda sizin bir dənə kursa gəlmirsiniz ki, bunun universiteti var, o var, işləyən var və s. Ona görə yəni yay boyu ərzində çalışın ki, ingilis dilinə fokuslanın, ən azından nələrsə öyrənməyə çalışın. Bazanız yaxşı deyilsə, biraz bu hazırlıqlarla və s. bunu yüksəltməyə çalışın ki, çünki speakingdə yoxsa istər-istəməz daha çox əziyyət çəkərlər. Bəli, necə ki ilk layihəmizin adı olduğu kimi bir addım öndə ol. Hansı ki o şəxslər ki, əvvəldən hazırlaşır, müəyyən qədər baza toplayır, heç hazırlaşmayıb birbaşa hazırlığa başlayan tələbələrdən bir addım öndə olurlar. Siz də bir addım öndə olmağa üstünlük verin. Verilişimizə gəldiyiniz üçün sizə təşəkkür edirik. Çox gözəl bir yayın oldu. Bu speaking üçün də bu arada mənlə bərabər hazırlaşa bilərlər. Yay boyu ərzində danışıq dərsləri bilirsiniz ki olacaq. Yəni may ayına etibarən artıq yeni qruplar başlayacaq. O dərslərə də qoşulub bərabər bir şəkildə eyni zamanda magistr hazırlığına məşğul olan şəxslər. Yəni dil öyrənməkdən xaric magistraturada 4-cü kurs olmaq istəyən tələbələr də qoşulub bərabər yayda məşğul ola bilərik. Bəli. Yəni dillə bağlı ümumiyyətlə nə suallarınız olsa, bu yayımınızla bağlı sizdə yaranmış suallar olarsa, qeyd edəcəyimiz ideya o səhifəsinin inboxundan yaza bilərsiniz. Mən şəxsən özümlə cavablayacağam. Əməkdaşımız Ülviyə xanım da sualların cavablanmasında sizə kömək edəcək. Və yəni lazım olsa Aytən müəllim özünə də birbaşa yönəldəcəm. O da öz səhifəsində cavablayacaq və digər müəllimlərimizə də yönəldə bilər. Nə suallarınız olsa yazın. Biz maksimum dərəcədə dəstək olmaya çalışacağıq sizə. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirik. Növbəti yayımlarımızda görüşənədək. Hələlik.